Salam dəyərli izləyicilər, çox maraqlı bir xəbəri diqqətinizə çatdırıram. Azərbaycan Qafqazda ilkə imza atır, metronun altından yol keçəcək xəbəri diqqətinizə təqdim edirəm. Videonu bəyənib paylaşın və burada üstəgəl işarəsinə toxunaraq kanalımıza abunə olun. Dəyərli izləyicilər, Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək. Hələ metronun öz düzəməlli keçə bilmir. Bu ölkəmizdə, eləcə də Qafqazda bir ilkdir. Bununla da şəhərin Ulduz və Koroğlu metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxaraq yeni bir qovşaq yaranacaq. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva eləyəcək. Bu layihə sürücülər və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün hansı üstünlüklər yaradacaq və şəhərdəki mövcud tıxac probleminə konkret necə təsir eləyəcək şərhlərdə yaza bilərsiniz. Amma bugünkü hadisədən sonra məndə belə ilk təəssürat belədir ki, metronun altından maşın yolda keçəndən sonra metronun ürəyi bulanmasa yaxşıdır.